Dünya ışıq axınında ilişib qalmış toz zərrəsidir. İlişib ağlımda, nə olacaq bu işin axırında? Yaradan yaratdığı şeytanla girdi, mərcə açdı başımıza böyük cəncəl. İndi düşmüşük ağır xərcə. Ərkənd, neçə alim üləmalar, fərziyələr yürütsələr də yenə də bitmədi dilemmalar, müəmmalar və əmmalar. Deyirlər Xaliqin qatında var tərəzi, qeydə alınır çəkdiyimiz hər rəsim, gələcək hamısının cərməsi. Searching for true answers, wait when we get close no more. Life slips through time thinking so long. Searching for true answers, wait when we get close no more. Life slips through time thinking so long. Gözümüz açıldıqca gördüklərimiz tük kürpərdir. Oxuyub araşdıranın ancaq bükülür qəddi. İnsanı insana doğma edən yaşamaq yükünün dərdi. Və kökü nədir sualına cavabı olmayan hökmlərdir. Nədir? Bəs missiyası içində yaşamağın bu günbəzi. Allah düzgün təhsil yoxsa yaşayaq mümkün həzzi. Bəlkə də bir gün nəsib olacaq bilmək yükün məğzini. Gerçək olacaq dinlərin öngörməsi. Eləcək çünki Məsih. Burada hamı dərd ortağıdır, dərmanın sonda pərt olmağımız. Amma bu bədbin nağlı qəbul eləmir hər fərdin ağlı. Çünki məntiq dağınıqdır, bilmirik həyat nə haqqındadır. Əcəl qapımızı taqqıldadır, atırıq beyində yığılan şaqqıldağı. Oh, look at what we have here. You This wonderful. right here. Oh boy, yours. oh B.O.Y. Here you are, sir. Thank you, sir. Okay.